Sabahınız hayırlı olsun, gününüz uğurlu. Allah'a bende olan bütün sevimli insanlar. Tabii ki burada sadece insanların selfi gündeme gelir. Hiçbir insanın Allah'ın benzeyişinde yaranmış olanların insan adına leke getirecek, insan adını alçaltacak bir fikir burada söylenilmir. Herden ki o yüksek sesle nida edilir ki bu da insanda bir sarsıntı emele getirsin. Çünkü biz kılınç Müslümanıq, belə bir ləqəblə yaşamışıq bugüne kimi. Yani burada sadece insanları kılınçla kesip doğramak değil, söz kılıncı ile kesirler ki, daha doğrusu Allah söz kılıncı ile kesir ki, sarsıntıdan oyanasınız. Yani sarsıltı çekicilib oyanasınız. Elə belə oyanmaq olmur. Yani mən də bu yola gələndə təbii ki sarsıntı keçirməsəydim, insanlar tərəfindən əzilməsəydim, tapdalanmasaydım, bütün hislerim ayak altına atılmasaydı, duygularım parçalanmasaydı, tabii ki ben de bu yolu seçmezdim ve sizinle bu söhbete gelmezdim. Onlar oldu ki, ben Allah'ı aradım ve alın yazımın bura kadar vardığını anlamadım. Başımı elə bir kola soktum ki, hələ də bu koldan mən çıxa bilmirəm. Tabii ki bu yolun sonu aydınlıktır, müjdedir, hoş haberdir, hak dünyasıdır. Herkes ister ki hak dünyasında yaşasın. Qəflətdə olanlar, o halkın hakkını yiyenler, halkı yanlış yola yöneldenler de tabii ki ayrılıp görecekler ki burada her şey güzeldir, her şey sevgiyle söylenilir, her şey İnsanların xeyri üçündür. Burada kan tökülmür. Burada insanın şəxsiyyəti təhqir edilmir. Burada əməl, insanın əməli, yəni yanlış əməli, yanlış sözü, xalqı yanlış yola aparması çirkabdan yolub təmizlənir və budur bu Oğuz sözlərində saf ruh toplayıb bunu Oğuz sözləri ve burada yazılır. İnsan özüne hak kazandıra özünü çirklendirir ve sarsıntının gücü bozulmuş imanın derinliğini gösterir. Buyurun, bu kitap sözü kitabı cümlədir. Bunu mən özümdən ələ gətirməmişəm, dilə gətirməmişəm. Benim söylediğim bütün sözler kitapların sinesinden götürülüp, özünüz de görürsünüz ki eğer bir fikir tam izah edilmeyipse, beni yine Rabbim geri döndürür ki ben bu fikirleri tam izah edeyim. Biz bugün de qayıdacağıq Hafiz'in sinesine. Hafizdeydik mi biz? Bəli, Hafizdəyik. Heyvan da araq içmir. Bəs nə üçün olmur insan? Mən onu dildə izah etdim. Təbii ki, axşam mən inəyim artıq sizə deyirəm ki, gözlərimə cavab verə bilmir. Mən axşamlar heç oxuya bilmirəm. Hansı ki, mən axşamlar bu işə gələndə çox yaxşı gözlərim görürdü. Burada da bir hikmət var. Yani çok oxumağın özü de insanın gözlərini yani cismen məhv edə bilir. Cismen məhv edə bilir. İndi mən bilmirəm, mən özüm severək bu yola gəlməmişəm. Bu da Rəbbin əmridir. Sonu nə olacaq bu Allah'a bəllidir. Hələ ki cəzadır və ya olmalıdır. Bunun anlamı mənə bəlli deyil. Amma mən artıq hiss edirəm ki, mən zəifliyib gözlərim. Eynəyim də artıq o zəifliyə cavab vermir. Təbii ki, mənim eynəyim neçə cürə idi. Hamısını nəvələrim hər dəfə gələndə
də sonuncu dəfə bu çox gözəl göstərirdi. Bax, bunu qırdı. Təbii ki, mən onu da yapışdıra da bilmədim. Nəsə plasmas bir şeydir, elə bir bahalı eynəklər də deyil. Təbii ki, hamısı elə yoldan zaddan belə keçəndə alıb taxdığım eynəklərdir. Güclü eynək almağa təbii ki, mənim imkanım ona Allah Taala tərəfindən yetmir. Buna da şükür. Əsas odur ki, insan ayaqda dura bilir. Yəni, böyrünü başını tutmur. O da olur hərdən xırda səhvlərlə, ödümlə əlaqədar. Mən bəddua etmişdim özüm üçün ki, evladıma ağıl ver, ağıl da hardaydı ki verəydi. Sonra bu dua təzədən təbii ki dəyişdi. Amma ilk dəfə mən ona Allah Taala'ya asıl düşəndə bu lap çoxdanların söhbətidir. Bəlkə də bu aləmə gəlməmişlərin də söhbəti idi. Çox şuluq uşaq idi, hər kəs üstümə gəlirdi, hər kəslə yetənə yetirdi, yetməyənə bir daş atırdı. Mən də belə asıl düşürdüm, ya Rəbbim, mənə də onun nə cəzası var, mənə ver, hiç elə bil oxumadan da elə bil mən bunları bilirdim. Belə mən o qədər özümə bəddua etdim ki, Quran bədduaya ziddir, bəddua demək olmaz, nə özünə, nə özgəyə, onun cəzası var və mən də o cəzanı çəkdim. Bunu söyləmişəm, bir də söyləyirəm. Bunlar hamısı dönə-dönə söylənilməlidir ki, insanlarda oyanış olsun və də bəli, mən ödümdə daş tapıldı, o daşda neçə dəfə mən Uziyə getdim, müalicə üsulu Facebook'da, Google'dən götürdüm ki, qara zirə ilə xalis balı qatsan onu yaxşı edər və bundan özümü mən dayanmadan müalicə etdim. Artıq içilərsə də dərd verir suda, ödün nəhayət ki sonda ödün özü fəaliyyətini itirdi, deyilən orada Uzidə göstərdiyi budur. Və daş yerində qaldı. Amma hər dəfə mən o illər uzunu, aylar keçirdi, gedib oraya Uziyə saldırırım. Təbii ki, bu həkimlik deyil, bu Allahın işidir. Etap mən bu Uziyə düşdükcə deyirdilər ki, məsəl üçün bu qədər əridi, bu qədər balacalandı, bu qədər balacalandı, bu qədər balacalandı və ən nəhayət axırıncı səfər getdim ki, yəqin bu indi əriyər. Getdim, dedilər ki, daş necə var, elə də daşdır, yerində qalmışdır. Sənin ödün fəaliyyətini itirmişdir. Elə o Kəbətəki qara daş kimi, elə nə qədər ziyarət edirlərsə, daş yenə daşdır, sadəcə onun rəngi qaralmışdır. O da utanclıqdandır ki, bu xalq gəlib onu sığallayıb öpür, Allaha şərik edir. Amma dili yoxdur ki, deyə ki, mənə sarı gəlməyin, ayıbdır, günahdır, Allaha ağır gedər bu. Təbii ki, insanlara bu sarsıntı gərək olsun ki, oyanalar. Sonra biz bugün Qurbani'dən sinəsinə varacağıq, amma ondan öncə biz Araq haqda dildə izah etdik, ibadət haqda Qurana təşrif buyurduq və səmimiyyətdən başqa bir şey deyildir anladıq. Yəni o namazdır, onlar hamısı ilahi bir sınaqdır. O dövrün, o avvam devirdə qalınası bir şeylərdir. Amma bugünə kimi yürüyüb gəlib, artıq Rəbbim ona nöqtə qoymaq istəyir bu sınağa. Və budur, bu Məhəmməd Peyğəmbərin Səma elçisi kitabıdır. Səma, görürsünüz, o səmalarla danışıb, yəni o qəlbə vara bilməyib. Belə qoyaq, bax burada biz Araq haqda indi oxuyacağıq kitabdan. Siz görəcəksiniz, görməyəcəksiniz. Səhifə 92-dir mi? 93-dür. Səhifə 93-dədir. Bu kitab kimdə var oxuya bilər. Burada yazılır. Spirtli içki. İndi orada o vaxt bilmirəm, indi spirt olub, araq olub, olmayıb. Amma şərab o zamanlar bilirəm ki olubdur. İsa'dan da indi biz baxacağıq.
Spirtli içki ona görə, indi bilmirəm orada nəsə bir iki dənə artıq söz var, görürsünüzmü? Qara silinibdir, o mən unutmuşam, ikinci kitab yoxdur ki, deyəm orada nə yazılıb, İncil 3 dənədir məndə, oradan bildim ki, mən o sildiyim, o fahişə, nə bilim, çirkablar sözünü silmişdim, sizə göstərdim ki, yəni mən bunları utanclıqdan sildim, amma indi mənim yaşım elə bir yaş devridir ki, bir ana kimi, bir nənə kimi, bir bacı, böyük bacı kimi, mən bu sözləri ibrət, öyüd, nəsihət olaraq artıq dilə Allah Taala gətirdi. Yəni bu nəzakətsizlik deyil, bu qəzəbdən də doğulmur, bu sadəcə ibrət olaraq təlim keçilir burada. Ona görə də bu fikir artıq mənim dilimə gəldi, yoxsa mən belə nitqə sahib insan deyildim. Yəni cəmiyyət içində belə fikirləri ömründə mən dilimə gətirməzdim. Nə olur olsun. Amma bu ibrət olaraq buyurun Allah tərəfindən mənim dilimə gətirildi. Deməli bu dillənilməlidir. Xülasə ki, araq, ispirtli içki ona görə qadağan buyurulmayıb ki, Allah buyurubdur. Ona görə qadağan olmuşdur ki, onu içən şəxslər elə bir sərxoş hala düşür ki, Allahın özünü belə yaddan çıxarırlar. Bax, burada yazılır. Bu bir. Burada mən əvvələr elə bilirdim ki, tabii mən oxumuş insan deyiləm, bilirsiniz, kitab sevər deyildim. Mən yalnız hərdən ibrətli sözləri dinləyib atardım sinəmə və də əfsanəvi nağılları hərdən sevərdim oxumağı. Mən kitab oxumaq sevməzdim. Ona görə mən elə başa düşdüm ki, görürsünüz, bax burada bir İncil, o sürmədə biri var, bu var. Aldı bir bunları əlimə keçirirdim, elə bilirdim bunlar başqa şeylərdir. Amma sonra gördüm ki, yox, elə bunlar hamısı eyni sözü deyir. Bu mənim ikinci əlimə aldığımdır. Birini yadıma gəlir ki, mən bunun türməyə göndərdim ki, qoy orada insanlar bundan bəhrələnsinlər. Bir mənə yaxın olan insana göndərdim. Bu ikinci mənim İncil kitabımdır və həmin bu burada qaradır, istəyirəm mən sizə biraz aydın göstərim. Odur ki, mən bunun biraz təmizini üzə çıxartdım. Şərab haqda. Xülasə ki, fikirlər sonra söyləniləcəkdir. İncilə gələndə burada yazılır. Bundan sonra yalnız su ilə deyil, mədənə, görürsünüz, məndə mədə bulanlığı var. İndi mən mədəmə görə bundan, yəni bunu oxuduqdan sonra mən bunu müalicəvi bir qaşıq, bir çay qaşığı və yaxud ondan biraz artıq deyiləndə bir 5 qram, 10 qram, ondan artıq mən onu qəbul edə bilmirəm. Təbii ki, o dəqiqə baş ərləmə verir mənə. Mədənə və tez-tez tutulduğun xəstəliklərə görə biraz da şərab iç, görürsünüzmü? Bunu kitab deyil, İncil kitabı, buyurun İncil və də 1 Timofeyənin 5-ci fəslinin 23-cü nömrəsində deyilir. Yox, 23-cü nömrəsində deyilir. Bundan sonra yalnız su ilə deyil, mədənə və tez-tez tutulduğun xəstəliklərə görə biraz da şərab iç. Təbii ki, o vaxtlar şərab idi, araq bilinmirdi, amma şərabdan da yaxşı, məsəl üçün qırmızı çaxır, o qan yüksəkliyinə çox gözəl müalicəvi üsuldur. Elə qaraciyarı da dərmanıdır. Qaraciyar ağrıyanlar da ondan istifadə edə bilər, amma dərman kimi. Məsələ, yəni onlar onu bir 30 qram gün ərzində, 40 qram, 50 qram uzağı belə içmək olar. Ondan artıq haramdır. Müalicə üçün. İndi demirəm ki, bu günlərin məsələ bir xeyir içdi, orada bir 50 qram içdin, 100 qram içdin. Bu başqa şeydir. Orada da 100-dən artıq içdin, həddi aşdın deməkdir. Yəni özünü idarə edə bilmirsənsə, bu artıq günahdır. Olmaz o qədər içmək. Birincisi günahdır, ikincisi də elə cana ziyandır. O içərdə hər şeyi məhv edə bilir. Amma az miqdarda o insanın sağlığına
müalicə edir. Heç bir şey etməz. Yəni bu hər şeyin öz həddi var. Onu aşmaq günahdır. Buyur, görürsünüz mü? Mən bunu dünənlərim yorğun idim. Kitabdan düz keçdim, amma Allah Teala məni, bu da Quran. Buyurun, Qurandan indi baxacaq. Bunu Vasim Məmməd Əliyevlə Ziya Bünyatov tərcümə edib. Bu kitabı açıb baxa bilərsiniz. Buyurun, bax burada yazır. Mən təbii ki, buranı qaralamışam. Görək bu 2-ci surənin 59, 60, 61-ci ayəsində buyurulur. Allah'ın verdiği ruziden yiyin için, fakat yer üzerinde öz haddinizi aşarak fesat türetmeyin. Yiyin için. Allah'ın verdiği ruzidir bu. Meyveden hazırlanmış bir necə deyərlər, içkidir ve bunun hiçbir zararı yoktur, ne de günahı yoktur. Görürsünüz, bunu Kur'an deyir, bunu mən demirəm. Mən sadəcə Quranın, İncilin, kəlamın cəm şəklində dünən sizə izah etdim. Buyurun, bugün də sübutlarımı göstərdim. Yəni, dəlilsiz heç bir söz burada söylənilmir. Heç avamlar da mən qınamıram, avam yolu gedənləri daha doğrusu mən qınamıram. Mən də o yolu gedə bilərdim. O qədər. Burada heç kim qınanılmır. Burada sadəcə insan yolub, paklanıb doğru yola yollanmalıdır. O qədər. Başqa bir fikir yoxdur. Biz Qurbaninin sinəsinə varacağıq, amma ondan da öncə mən burada bir nəfəri ələ keçirdim. Yenə dünən vərəqlədim. Mirzə Xəzər. Mirzə Xəzər. Burada təbii ki, mən artıq bu səhifəni görürsünüzmü? Örtmüşəm ki, o buranı bağlamasın. Mənim səhifələrim, mənim deyil, daha doğrusu mən öz yaxınlarımı, əzizlərimi burada hər birinə səhifələr açmışam ki, bəhrələnsinlər buradan hərdən. Bura dünya qapısıdır. Təbii ki, həyatda da hər şey var, burada da hər şey var. Bu demək deyil ki, mən məsəl üçün həmişə məndə belə bir Allah Teala xarakter, yəni xasiyyət verib ki, mən hər kəslə dost ola bilərəm. Lotu ilə də, fahişə ilə də, düzlə də, əyri ilə də. Amma mənəm. Mən onların yollarını gedə bilmərəm. Amma insan da Allah yaradıb, mən onun duyğularına fahişə olsa belə mən onun duyğularına hörmətlə yanaşmağı bilirəm. Onu mənə verib Allah. Rəbbim hər kəsə versin. Yəni, heç kim fahişə doğulmur. O alın yazısıdır. Həyatda insan addımlayır və o niyə? Mən bunu düzdür, mən oxuyan adam olmamışdım. Elmə həvəsim olmamışdı. Amma mən bu kəlamı həmişə dildən eşitmişdim və öz-özümə həmişə deyərdim ki, bir anlıq özünü qarşındakı insanın yerinə qoy. Əgər səni Allah onun yerində yaratsaydı və belə sənə pis nəzərlərlə baxılsaydı, sənin halın necə olardı? Mən kitab oxumasam da bu kəlamı əzbərləyib sinəmə atmışdım və mən bunun sehrini buna görə də mən heç kimə pis baxa bilmirdim. Yox idi o anlayış məndə. Mən hər kəsə insan kimi baxırdım. Amma tutalım ki, mən bu yolu getməliyəmsə, bu adamla görüşməliyəmsə, mən ondan çəkinmirdim. Təbii ki, belə hallarda mənə kənardan baxanlar elə bilirdilər ki, mən də o yolun yolçusuyam. Ona görə belə mənə adlar deyirdilər kənardan. Üzümə də gəlib görürsünüz, o qonşu Zemfira mənə o qızılı göstərməyə gedəndə mən də deyirəm, axı sən hara gedib gəlirsən? Bu nə deməkdir? Bunun altında deməli durur ki, bu insan həmişə mənə pis nəzərlə, zina gözlə baxıb, elə bilir ki, elə mən əynimi geyinib övdən bir yana gedəndə elə fahişəliyə gedirəm. Belə çıxır da, elə deyilmi? Bundan artıq nə qədər dəyər vermək olar bu insanın fikrinə? Bax, kar kolundakini anlayar. Bu günlərim həyat yoldaşımla səhər-səhər biraz söhbət etdik. Təbii ki, mən ona söhbətə belə vaxt ayıra bilmirəm. Elə kofe dəmləyəndə, budur, bunu dəmləyəndə iki kəlmə söhbət etdim. Dedim ki, filan kəsin də adı getdi burada. Dedi, hə, 100 min getmiş. Ne dedi, 50 min getmiş dedi. Təbii ki, mən bu sözlərin mənasını dərinliyinə varmıram. Yəni, hər kəs getsin, öz qoltuğunun altını yaxşı-yaxşı iyləsin, görsün ki, onun keçmişi nədir, sonra qabağındakına dəyər versin.
Biz hamımız Allah'a bəndəyik. Allah bəndəsi kimi hər kəs bəndə kimi qəbul edilməlidir. O əməli Allah verir insana. Bəndəlik deyil bu. Bax belə. İnsanlar dilinə yiyəlik eləməsə yaxşı olar. Bax, bu insanları bu çirklərdən təmizləyir. İndi Mirzə Xəzərdən sizə söhbət edim. Bu kişi çox centilmen kişidir. Gözəl səsə sahibdir və də bir qadından bu qədər qaçıb gizlənməyin, mənim deməli, Nurema Qəlbi Nuru, Nurema Gəncəlini, hətta mənim Elmira Babayeva olan səhifəmi belə blok edib, qaçıb gizlənib. Mən də onu tamam başqa bir səhifədən, burada adı da gizlətdim ki, bağlamasın, yəni bir də başqa bir səhifəyə girməyim, vaxtımı itirməyim, onsuz da bunu belə yerin deşiyinə də girsə, görürsünüz ki, Allah Taala tapıb üzə çıxardır. Bir qadından bu qədər qaçmaqdansa, söhbət nətər olur, sən danışırsan, gözəl-gözəl hər şeyi anladırsan, amma peşman deyiləm deyirsən. Nətər olur sənə demək olar. Bizə yox, indi biz deyək, sən eşit, ay. Peşman deyiləm. Bu hərflər çox xırdadır. Peşman deyiləm. Nə etmişəmsə, etmişəm. Etdiklərimin düz olduğuna əməllərimdə və yazılarımda, düşüncə və əqidəmdə haqlı olduğuma inanmışam. İnanıram və inanacam. Çünki veritas vos liberabit, bu bilmirəm nə deməkdir, həqiqət insanı azad edir deməkdir. Yəqin ki, bunu öz dilində yazıb, çünki o haradasa xaricdə yaşayır. Həqiqət insanı azad edir, amma sən həqiqət yolunda deyilsən axı. Mən sənə yazmışdım ki, sənə, sən həqiqi yolda deyilsin. Baxmayaraq ki, sən car çəkirsən, baxmayaraq ki, sən dünyaya, səsin hər yerə ucaldırsan, baxmayaraq ki, sən insanların haqqında düşüncələrin, yəni güya ki, dolğundur, amma deyil. Sən bilmirsən ki, bunların hamısını Allah edir. Və peşman deyiləm deyirsənsə, amma mən sənə deyirəm ki, sən ömürlük peşman olacaqsan ki, sən Allahı rədd etdin. Rədd etdin və bir dəfə deyil, dönə-dönə. Quran deyir, yəni Quran deyil mi, bunu kəlam deyir, amma Quranda da bunun bənzəyişləri var, onlar hamısı üzə çıxacaqdır. Sadəcə kəlamda, İslam haqda buyurulur. Allahın, İslamın, hər şeyin bir dirəyi olduğu kimi, İslam dininin də dirəyi dini hüquqlara aid hikmətdir. Hikmətin əsası Allahı tanımaqdır. Sən Allahı tanımadın, bu bir. İkincisi, hikmətin dirəyi imandır və onun 3 qolu vardır. Təsadüfən səhv edəni qovmayın, ilk dəfə qəsd edəni tutmayın və Allahdan başqa gümanı olmayanı qovmayın, incitməyin. Bax, sən nə təsadüfü səhv etdin, nə də ilk dəfə insana qəsd etdin. Yəni, sözlə insanı kəsdin, doğradın, qaçdın, gizləndin, belə ənlama gəlir bu. İndi o demək deyil ki, ədalət o deyil ki, sən kimisə kəsməyəsən. Sən nəzakətsiz davrandın, bu da ədalətsizlikdir. Bu da elə bilginə ki, sən artıq böyük bir günah sahibisən. Məndən böyüksən, amma mən Allaha sən deyirəmsə, elə sənə də sən deyirəm. Ay Mirzə, sən hara gizlənirsən gizlən, Allahın əlində. Quran buyururmu ki, bunları sənə söyləmişdim, nə qədər axtardım, mən onları olsun ki, silibsən, sildin. Amma mən elə o Nurema Gəncəlidə başqa elə Elmira Babayeva ilə girib sənin səhifəndə öz yazılarımı görmüşdüm, ona görə axtarırdım. Ki onlar orada durur, mənə gələcəkdə lazım olacaq.
Gerək kapirovka eləyəydim, bu da mənim səhvimdir. O günü işıq keçəndə də bir səhvə yol verdim. Mən modemi göstərməmiş aşağı düşdüm. Çünki modemin işıqları yanırdı. Mən qaçdım, düşdüm, getdim əsas şiti keçirməyə. Bax, onda da sənin o yazılarını mən gərək kapirovka eləyib ataydım. Bunu da etmədim ki, bugün sübut üçün sənə göstərim. Mən sənə Allahdan dedim, sən bəndədən danışdın. Mən səni Allahın hökmlərini qandırdım, sən bəndənin fəryadına güya qaçdın. Amma bəndəni fəryada gətirən Allahdır. Bugün sənin də haqqında söyləyən Allahdır. Burada bəndəlik heç bir şey yoxdur və sənin Rəbbimdən diləyirəm ki, bu peşmançalığını biraz yüngül etsin, çünki sən gözəl insansan. Gözəl səsin var, gözəl fikirlərin var, sən elə poeziya, yaraşası bir insansan, amma yerində deyilsin. Bax, bu qədər. Yerinə getsən, bəlkə də mükafatın olar. Bu belə deyim sənə. İndi səni biraz balacalandırım və bu səhifəni mən bağlayım. Bu qədər. Hara qaçsan, əlimdəsən. Mən sənə yalnız Allahdan xəbər gətirirdim. Yox, bu söz yadımdan çıxdı, Qurana gəldim, amma demədim. Allahın carçısını dinləməyənlər anlasınlar ki, yer üzərindən qaçıb canlarını onun, Allahın əzablarından qurtara bilməyəcək, nə də bu işdə onlara bir dost tapılmayacaq ki, köməyə gəlsin. Buyur, gördünmü, sən qaçıb gizlənirsən, amma bu peşmançalıq əzabından qaça bilmirsən. Hara girirsənsə o deşikdən səni çıxardır fələk, üzə və sözümü lopuna deyir. Güzel insansın, yerində deyilsin. O qədər. Bəli. O getdi. Biz gəlirik Durqaninin səhifəsinə. Qurban olmuş mənim adım. Adəm ata. Təbii ki, bu ata yazılıb o vaxt 2002-ci ildə. Mən sonra bunu oxuduqca bunu anaya elə dəyməmişəm, elə də atmışam. Bu ata deyil, bu anadır. Təbii ki, mən də hər kəs kimi bunu ata bilmişəm. Təbii o qabırğadan doğulmağa qəbul etməmişəm, amma bəşərin ilk insanı ata bilmişəm. Mən də Adəm bilmişəm. Adəmi ata Əhmədmi, nə bilir, belə bir ad kimi bilmirəm. Xülasə ki, mən də elə sizi kimi ata bilmişəm. Amma tarixin sinəsini söktükcə, bu müdrikləri məhv edib onların içərisindən bu hikmətləri çıxartdıqca görmüşəm ki, bu ata deyil, elə burada da açılacaq, özünüz görəcəksiniz qadın. Sehri, aslan, filan, feşməkan burada da açılacaqdır. Amma elə sizin qabağınızda bu ata sözünü ləğv eləyirik. Qurban olmuş mənim adım, Adəm olmuş əcdadım. Heç adı yazmayaq. Burada biz Adəm olmuşdur əcdadım. Müdrik yurdu olmuş. Ata sözünü burada silim elə. Müdrik yurdu olmuş mənim, ilan yurdu yazır. Mən də onun tərcüməsini ilan fal kitabından götürdüm ki, ilan müdriklik deməkdir və o sözü mən ora müdrik əlavə etdim. Rəmzini belə çevirdim. Təbii kitabda o müdrik deyil, rəmzi mənada müdrik gəldi bura. İstəsəniz laf göstərərəm də, içində göstərmək də lazımdır. Yəni, nəyi hardan mən götürmüşəmsə, onu sizə izah etməliyəm, təbii ki. Yoxsa onsuz da məni Allah Teala geri görürsünüz, dünən göstərmədiklərimi bir də geri qaytardı məni. Keçilmeyi, horus, it, domuz, kaba, domuz, it ədalətlidir, horus lovğadır, meymun hiləgərdir,
Keçi şıltaktır, temiz insandır, ilan. Buyurun. Görürsünüz, ilan, müdriklik, müdriklik. Ben onun rəmzini elə buradan götürdüm. İlan yurdu olmuş mənim məkanımı, müdriklər yurdu. Çünki onun bu məkan müdriklər yurdu olub, peyğəmbərlər yurdu olub. Mən onu ilan yurdu kimi saxlaya bilməzdim. Rəmzi mənası müdrik yurdu, o müdriklər yurdu olmuş mənim məkanım. Belə yazaq, müdrik yazmışam qısa. Amma müdriklər, orada ilanlar yazır. Elə müdriklər yazır, burada da yazmalıydım ki, müdriklər yurdu olmuş mənim məkanım. Təbii ki, bu hələ işləniləcəkdir, bura yenə də əlavə olunacaqdır. Belə imiş, son qismətim alın yazım. İnsanlar deyir, nə alın yazısı, mənə çox deyiblər, elə üzümkülər də, elə lopuma, nə alın yazısı, nə alın, nə Allah, Allah mənə də bunu deyir. Bax, belə deyənlər də olub mənə, çox olub. İndi gedin, sirkələnin, oyanın, görün Allah kimdir. Mən axıllıyam deyənlər, sinəsinə döyənlər, o qədər olub sinəmdə, qabağımda. O qədər alçalmışam ki, mən bu sözlərin içərisində. O qədər. Amma dara düşəndə Allah köməklə, Allah köməklə, Allah köməklə, dua eləyin, dua eləyin. Boşu-boşuna duadan iş çıxmır, sən dilinə yiyəlik elə adama deyərlər. Bax, bu o deməkdir. Belə imiş son qismətim, alın yazım. Mən bu işdə 6 addım cahar oynadım. Bax, bu Quranın bu 2 mənada yazılmasına ən gözəl dəlildir. Ən gözəl dəlildir. Alın yazısı hardadır görürsən, buradan tapa biləcəyəm, mən bilmirəm. Alın yazısı. Buradan tapıya da bilərəm. Çünki kitabı vərəqləmək vaxt aparacaq. Mən orada atmışam, hansı nömrədədir, alın yazsın, burada baxaq və gedək. Və də gedək. Müqəddəs kitablar. Mən Mirzə Xəzərin dədəsinə söymədim, mən Mirzə Xəzərin anasına söymədim, mən Mirzə Xəzəri təhqir etmədim, sadəcə kəlamlar anlatmaq istədim. Bu insanda qaçır, elə sən deməyəcəksən, biraz da biz deyəni dinlə.